Adimetin evi. Zevsin iradesiyle mən, Apollon, bu evdə nökərlərlə paylaşır. O mənim oğluma skrepi vurduqda, mən də qəzəblənib onun üçün dəhşətli qılınc hazırlayan siklopları məhv elədim. O məndən müthiş bir qisas aldı və məni yer üzünə göndərdi. Burada gah qoyun otardım, gah ev qurdum. Gah boyun otardım, gah ev korudum. Necib hökümdara nəcabətlə xidmət elədi. Mələklərə hilə gələrək hökümdarın həyatını ölümdən qurtardı. Hökümdarın hayatını ölümden kurtardım. Moyurlar mənə söz verdilər ki, əgər Firatoğlu Adimev öz yerinə başqa bir adam tapıb qurban versə, özü ölümdən qurtararlar. O hamını yoxladı. Hətta qoca anasına və atasına da müraciət edər. Amma heç biri ona kömək eləmədi. Amma hiçbiri ona kömək eləmədi. Ancaq bircə arvadı, Alkest onun halına. Ərinin yerinə ölməyə, aidlər zülmətinə getməyə razı oldu. İndi Alkest də həyatla vida etməkdədir. Artıq onun son dərəcələri. Mən də bu evdən getməyə tələsməliyəm ki, mənfur ölümü gözüm görməsin. Budur, ölüm iblisi, ölülər kafir. Qadına aidlər zülmətinə aparmağa hazırdır. Bu elə gözətçidir ki, əcəl dəqiqəsi, ölüm saatını heç gözdən qaçırmaz. Sensin, Apollon. Ne axtarırsan? Burada dayanmada məqsədin nədir? Yoxsa yenə benim qurbanımda gözüm var. Admeti ölümdən xilas etmək bəs deyil. Mələkləri Allah'tan iyiləşdirməyin yetmədi. Piriyin kızı özü elinin əvəzini ölümə getməyə razılıq vermədi. Nə bilirsən elə? Mən həqiqət aşığıyam. Bəs oxucuman nədir? Ey iblis, bu bir adətdir. Admeti iyiləynən xilas eləməyin də bir adətdir. Dostlarım ismini mənə ağır gəlir. Sən məni ikinci meyitdən də mi məhrum eləyəcəksən? Mən birincini də səndən zorla almışdım. Ne olursa olsun, o indi mezarda değil, yer üzerinde değil. Arvadın nəvəzinə verəcək. Sən də onun dalınca gəlirsən, elə deyil. Bəli, onu yerin alt katlarına aparmağa gelmişim. Apar, səni aldatmaq çətin. Aparmaq benim vəzifəmdir. Ölüm hastanasında yubanamaqdır. Çok güzel, razıyım. Demək sən orkestraya qocalmağa imkan verəcəksən. Ölüm tövbəsi hürmetli olur. Sənə bir can lazım. Elə deyil. Genç ömür daha şereflidir. Qocanın dərdidir. Sen zenginler mezarda dursun.
orkestranı mənə vermirsən? Elbette yok. Sen kimin hasiyetini bilirsen. İnsanlar üçün zəhərdir. Allahlar üçün şərbət. İnsanlar üçün zəhərdir. Allahlar üçün şərbət. Bu sözlerin faydası yoktur. Amansız olsan da ey iblis. Bir gün mən də evə gedəcəksən. Bir gün Evris ve neslinden bir kişi buradan geçecek. Trakyalılardan 4 gözel atanmak için gelen bu kişi Adimet'in evinde konak kalacak. O senden orkestranı zorla alacak. Sen benim icramı et. Ama bir gün beni arada kazancım bol ki sana karşı kazanıyorum. Çok danıştık ama bihude. Kadın hayitler menziline gitmedi. Ben ona yakınlaşıp kılıncımla dokunmalıyım. Eğer bu kara kılıncım kimin saçına dokunsa o derhal ölümün ihtiyarına geçecek.
Feryatları dinləyirsən. O yiğitlər iş bitdi deyə xəbər verir. O yiğitlər iş bitdi deyə xəbər vermirmi? Qapıda gözətçi görür. Nigarançılıq məni öldürür. Ey Peyan, dağıt bu fəlakət bulutlarını. Dağıt bu fəlakət bulutlarını. Ölmüş olsaydı belə susmazdılar. Ölmüş olsaydı belə susmazdılar. Ölmüşdür. Ölmüşdür. Cənazəni hər evdən çıxarmayırlar. Ne bilmək olar. Həm qorxuram, həm sən necə arxayısın? Yoxsa Admet, sevgili arvadının cənazəsini təntənəsiz dəfn etmək istəyir. Sarayı qapısında Fişnosu yayını görmürəm. Cənazə evdə deyil. Cənazə evdə deyil. Müsibət günündə başdan tökülən saçlara rast gəlmirəm. Cavan əllərini dizlərinə vuran görmürəm. Cavan əllərini dizlərinə vuran görmürəm. Fəlakətli gün gəlir. Fəlakətli gün gəlir. Ah, nələr eşidirəm. Onu bugün torpağa basırsan. Kədərin bu. Altın israfın sənədir, gəlmirəm. Vicnimə toxundur. Gündə və sakin dost, yaxşı yolda necə olmaz? Dayanın, dayanın. Saraydan xidmətçi çıxıb gəlir. Onun gözləri yaşlıdır. Görəsən nə xəbər gətirir? Hökümdarın müsibətlə şərik olub ağlamaq lazımdır ya yox? Onu həm sağ hesab elə, həm də ölmüş. Həm sağ hesab elə, həm ölmüş. Öyle adam necə diri ola bilər? O həyatla vidalaşır, əzab çəkir. Ah, Admet, Admet, sən kimi itirirsən? Alkesta öləndən sonra Admet onun qədrini biləcək. Onu xilas eləməyə heç bir ümid yoxdur. Əcəlin hökmü belədir. Əcəlin hökmü belədir. Necə yəni onu ölümə təslim eləməyə hazırlaşırlar? Bəli, paltarları da fazla. Ah, ölümdən qorxmayan insan. Ah, arvadlar içində ən gözəl arvad. Ən gözəl arvad. Əlbəttə gözəl. Ona sözüm var. Məgər ən yaxşı bir qadın olmaq üçün daha neyləməliyik? Hər yolunda özünü qurban verən hər bir qadına haqq vermək olar. Amma bunu bütün şəhərlər. Ey qoca, bir məni dinlə. Gör bu evdən yanım. Son günün yaxınlaşdığını bildikdə axar suda ağ bədənin. Sonra sidr ağacından qayrılmış sandıqdan paltarlarını çıxarır. Eğilib keçir. Ocağın qabağında dayanıb belə dua edir. Ey Allah! Məni aid öz qaranlıq otağına apar. Mən indi sonuncu dəfə sənin qarşında diz çöküb yalvarıram. Sən mənim uşaqlarımı hifz elə. Oğluma ağıllı bir arvad qismət elə. Qızımı kübar bir ər yedir. Qoyalar ataları kimi bədbəxt olmasınlar. Sədaqət məndən üstün. Bu dünyada rahat olsunlar. Sarayda nə qədər mehrab varsa, hamısını kəsib dua elədi və yaşıl yarpaqlarla bəzədi. Allah onun nalə və göz yaşlarına rəhm eləmədisə də, fəlakət də onun üstündəki nəcabət nurunu qaralda bilmədi.
Mehrablardan sonra öz zifaf otağına gəldi və ağlaya-ağlaya Ey mənim gəlinlik kəmərim açılmış görən. Mən sənə və ərimə xəyanət eləməkdən qorxdum. Amma indi bax, ölürəm. Sən indi başqa bir arvada dinləyəcəksən. O məndən ismətli olmasa da, xoşbəxt olacaq. Bu sözləri deyib, hökümdarın arvadı yatağına sarıldı. Gözündən sel kimi göz yaşları axıtdı. Ağlayıb doyduqdan sonra da yatağından ayrıla bilmədi. Qapıya qədər gəlib, yenidən yatağına qayıtdı. Uşaqları da ağlaya-ağlaya gəlib onun ətəyindən yapışdılar. Uşaqları qucağına götürüb xeyir dua verdi. Gah qızını öpdü, gah da oğlunu. Admetin sarayında yaşayanlar hamısı onu yola salanda ağladı. Alkes də bütün nökərlərlə görüşdü. Görüşməmiş bir nəfər belə saxlamadı. Admetin hekayəsi hələ bundan sonra başlayır. Bəlkə də özü ölsəydi, dərddən xilas olardı. Amma indi ölə bilmədiyi üçün bir ömür vicdan əzabı çəkəcək. Vicdan əzabı çəkəcək. Bugün o nə qədər göz yaşı tökəcək. Belə bir arvadı itirmək asan düşdü bir. Sevindi arvadını əlindən bırakmaq istəmir. Alkes da onun qucağında dərdin gücündən getdikcə əriyir. Artıq taqəti qalmır. Amma nə qədər ki nəfəsi kəsilməyib, daima güneşə baxmaq istəyir. Harun'un gemisi! Harun'un gemisidir! Ey Zevs, bu bəladan xilas olmaq üçün bir yol yoxdur. Pərverdigara, hökümdar ailəsinə üz vermiş bu fəlakətin qabağını almayacaqsan, Fəlakətin qabağını almayacaqsan, İçərdən bir çıxan olmayacaq. Saçlarımızı kəsib qara geymək vaxtı çatmayıb. saçlarımızı kəsib qara geymək vaxtı çatmayıb. fəlakət sona yaxınlaşır. İbadət eləyək dostlar, ibadət eləyək. Allahların qüdrəti intihasızdır. Allahların qüdrəti intihasızdır. Ey peyam, hökümdara kömək elə. Kömək elə Allahım, kömək elə. Keçmişdə onların xilaskarı olduğun kimi, indi də xilaskar ol. Qoy zalım aid sənin qüdrətin qarşısında məhv olsun. Aid sənin qüdrətin qarşısında məhv olsun. Heyhat, belə doğru indi necə yaşayacaq? Artıq onun nəcib arvadı yoxdur. Artıq onun nəcib arvadı yoxdur. Bir bıçaqma onun həyatına son qoyacaq. Ya havadan asılan bir ip mi Admetin boğazına keçəcək? Havadan asılan bir ip Admetin boğazına keçəcək. bu ağ
ağır gündə Admet öz istəkli arvadının ölümünə dözə bilməyəcək. Dözə bilməyəcək. Bir bakın, saraydan çıkıp gelirler. Ağla, torpaq, inlə, ey perliler, Alkistanın halını ağlayın. Zulmün çengelinde inleyen kadın, şahane saraydan, aydın karanlık zirzəmisinə gedəcək. Aydın qaranlıq zirzəmisinə gedəcək. Admetin Başına gələn müsibət hər bir dərddən ağırdır. Ah, indi o bu boş limanda necə yaşayacaq? Almış sənə. Ey şəhidlər. Almış sənə. Azad Qoy hər iki bəxti qaranı görsün. Allahın qarşısında alnımız açıq. Mətanətli ol. Özünü itirmə, Allaha dua elə. O səni dinləyəcək. Odur. Odur kavarı bir qayıq suda üzür. Odur. Ölüler içerisinde Harun sükana söykələrək məni çağırır. Niyə yubanırsan? Niyə yubanırsan? Niye yubanırsan? Niye yubanırsan deyip çağırır. Tez ol, Tez ol deyir. tez ol. Səni gözləyirik. Tez ol. Aparır. Aparır. Ölüleri metalına aparır. Gözlerde mavi alovlar çıkan yere aparır. Odur. Kanatları da var. Neydirsen. Aparma bizi. Beni haraplarmak için bezendirirsen. Korkma Admin. Korkma. Vay olsun alnınıza. O yol felaketler yoludur. Fikrini dağıt. Ah felaket, felaket. Bırakın. Dayanabilmirəm. Yerime koyun. Ay, başımın üstünde dayanır. Dört gözlerimi kapıyor. Uşaqlarım. Uşaqlarımı verin. Vay benim ağlıma, vay vay. Sizin ananız artık yoktur. Artık sizin ananız yoktur. Öz işini sizden esirgemesin. Balalarım. Vay benim Bu sözler beni ölümden daha ağır. Yok, yok Ayşe yok. Sen bizi koyup gitmezsen değil. Bu yetimlerin hatırına, bu yetimleri koyup gidersen mi ha? Bize rehmin gelsin, sen gitsen ben de yaşayan değilim. Bizim hayatımızda, ölümümüzde senden aslında arkadaşlar. Senin eşkin, benim mehrabım. Sənin eşqin mənim mehrabımdır. Görürsən. Annen ölmüş. Hayatın son dəqiqələrini yaşayıb. Admet, mən sənin həyatını öz mümkündən daha şərəfli hesab edirəm. Və sən yaşayasan deyə mən öz ruhumu təslim elədim. Mən hələ də yaşaya bilər. Və sadəcə özümə istədiyim bir ər tapa bilər. Taxt tacı və həyatın bütün ləzzətini onunla bölüşə bilərdim. Amma Admet həyat və yetimlərlə yaşamaq mənə lazım deyil. Sənsiz gənc ömrümün ləzzəti yoxdur Admet. Sən atan baban tərk et. Halbuki onlar məsuliyyətli yaşayıb, uşaqların uçdular və sən də onların gözünün ağı qarası bir cövladı idi. Onlar
istəsəydilər günəşin ziyasını sənə tərk eləyərək sədaqətlə ölə bilərdilər. Olar ki, səndən başqa bir övladları yox idi. Onda mən də rahat yaşaya bilərdim. Sən də yetim uşaqlarla dulqalaraq arvadın üçün yas saxlamazdın. Görünür Allahlardan bir istəyir. Qaynet alsın. Ancaq Əlbət, sən mənə söz ver. Çox şey istəmirəm. Canın işin ki olmazsa sən mənə tarixi sədaqətlə tarixi olduğunu tabi Sev uşaqları, sev uşaqları. Mənim kimisi sən ki onları sevirsən elə deyil. İlan öncə yanadan daha mərhəmətlidir. Sən onu Sən onu Sən böyüyüb atanın arvadına da verəcəksən. Ana. O səni təmiz saxlayacaqmı? Sənin təmiz adını ləkələməyəcək ki. İzdivac sənin günün əbədi olaraq qaraltmayacaq ki. İlahi, sən bu nişanlını təslim eləmək məcburisən. Analıq istirahları ilə sənə təsəlli verə bilməyəcək. Bu istirahlardan şirin bir şey var. Bu istirahlardan şirin bir şey var. Mən ölməliyəm. Ölüm sabah deyil. Bugün gələcək. Bugün. Günləri saymağa da ehtiyac qalmayacaq. Bir dəqiqədən sonra iki standartını bir zaman yaşayıb ölənlərin sırasında çəkəcəklər. Sən, Alper, fəxr eləməlisən ki, sənin arvadın yaxşı arvadı. Siz də balalarım, ananızın şərəfli adı ilə yaşayın. Əlbəttə, əmin ol. Hamısını eləyəcəm. Sən mənim bu dünyada arvadım idin. Bu dünyada da bu adı daşıyacaqsın. Fessaliyanın heç bir qızı məni ərdəyə çağıra bilməyəcək. Onlar nəsil nəcabətdə, nə də gözəllikdə sana tay ola bilməzdir. Uşaqsan eləməz. Səni saxlaya bilmədimsə, onlar üçün Allahlara yalvarım. Sənin üçün mən bir il yox, ömrüm boyunca yas saxlayacağım. Ata-anama isə əbədi olaraq nifrət edəcək. Məhəbbət onların dilindeydi, lakin sən öz şirin canını qurban verməklə məni ölümdən xilas edər. Belə bir arvadı itirdiyim üçün ağlamayım mı? Ağlamayım mı? Artıq mən ziyafətləri, əyləncələri, nəşəli yar yoldaşı unutmalıyam. Bir də çalğı tellərinə toxunmayacaq. Bir də qəmgin ruhumu Livya fleytası ilə oxşamayacaq. Sən mənim həyatımın sevincini də Ustalara səninlə kəndi sifariş edəcəm. Gecədən onu yatağıma qoyacaq, qucaqlayacaq, sənin adını çağıracaq. Təsəvvür edəcəm ki, sən sabah kəsdən, səni qoynuma basıram. Səni qoynuma basıram. Doğrudur, bu çox soyuq təsəllidir, amma hər halda böyüdür. Ehtimal ki, xəyala dalarkən gözlərimə sən görəcəksən. Mənə təskinlik verəcəksən. Xəyalən də olsa, dostları görmək şirindir. Belə bir görüşün hər dəqiqəsi əziz və qiymətlidir. Kaş məndə arfey qüdrəti olaydı. Kaş. Gözəl sözlər və incə səslərlə Persofona yalvara, dualarla aydı yumşalda. Səni geri ver. And olsun, səni işıqlı dünyaya çıxarmamış. Məni nə cəhənnəmin kerberi, nə də orada kürək söykənmiş xarun arzundan döndərə bilməzdim. Sən məni gözləyəcəksən, deyilmi? Orada mənim üçün bir ev hazırlayacaqsan ki, öləndə də səninlə bir yerdə yaşayayım. Öləndə? Burada isə hər ikimizi sidr ağacından bir qayrılmış tabutda bastırmalıyım. Orada mən
Orada ben sevgilimle birlikte uzanıp yatarım. Onu benden ölümle ayıramaz. Ey hükümdar, biz de seninle beraber olacağız. Melike buna layıktır. Uşaqlarım yaşamaq istəyirəm. Sözlerime melek. Kız. Ben neyim? İllər yaram sağaldı. Ölən undular. İller yaranı sağaldılar, ölen umudular. Yalvarırım, beni de özümden apar. Sizlərdən bircə mən kifayətəm. İlahi bizlerden kimi aparırsan? Gözlərim gecənin ağır zülmət altında. Ne olur, ben artık gitmem, ben mahvolurum. Ay Mehdi, ay Kizdə. Ay Kizdə artıq yoxdur ay Mehdi. Hiç olmasa uşaklara bakmak için yüzümü döndür. Bacarmıram ay Mehdi. Uşaklara bak, uşaklara! Bacarmıram. Herkesler. 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 Artık Ahmet'in arvadı diniler cərgəsində yoktur. Ana, ölme ana. Ne olur ölme. Oğlum o bizi eşitmir, görmür. Bizim musibetimizi elbirlikten aldı. Baba, biz anasız değiliz. Ahmet, müsibətə dözməkdən başqa əlacımız yoxdur. İsmətli arvada həsrət qalanların nə birincisisən, nə də axırıncısı. Unutma ki, bütün yaranmışlar, biz hamımız öləcəyik. Musibet bana birden bir öz vermedi. Ben bunu çoktan biliyorum. Çoktan biliyorum. Hatta ondan hazırlaşırım. Lakin ben cenazeni kaldırmak için bir tedbir görüyorum. Siz burada kalın. Vessaliye ahalisinden bu musibetime şerik olmağı xahiş ederim. Saçlarınızı kestirin. Kara giyinin. Tek atlı ve dört atların yallarını kırın. Küçeleri ney ve ribap sesleriyle doldu. 12 ay yaz saklayın. Eşitteyiz. 12 ay yaz saklayın. Benim bunlar aziz bir ömrüm olmayacak ki ben defneyim. Hiç kes beni bu kadar yüksek bir fedakarlıkla özüme borçlu